Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allah subhanahu teala müvəffəq etsin. Bugün yəqin ki bu üç əsasda axırıncı dərsdir. Allah subhanahu teala müvəffəq etsin. Şeyx gətirib axırıncı xatim olaraq, yəni sonluq olaraq gətirib və buyurur burada müəllif rahmehullah axirət günündən bəhs eləyir və bəzi məsələlərdən bəhs eləyir və şeyx buyurur ki: "Vən-nasu izə matu yub'asun və-dəlilu qawluhu Teala minha xalaqnakum və fiha nu'idukum və minha nuxrijukum taratan uxra." Və qawluhu Teala: "Vallahu enbatakum minəl-ardı nabata, thumma yu'idukum fiha və yuxrijukum ixraca." Və müəllif rahmehullah burada buyurur ki, insanlar öldükdən sonra diriləcəklər. İnsanlar öldükdən sonra diriləcəklər və buna da dəlil Allah subhanahu wa ta'ala bu sözüdür. Biz sizi torpaqdan yaratdıq, yəni Adəmi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq, yəni torpağı qaytaracaq və bir daha oradan çıxardacaq. Başqa ayda Allah subhanahu wa ta'ala buyurur ki, Allah sizi, yəni Adəmi, atanız Adəmi yerdən bir bitki kimi bitirdi. Sonra sizi ora qaytaracaq və qiyamət günü dirildib oradan, yəni torpaqdan təkrar olaraq çıxardacaqdır. Barakallahu fikum qardaşlar. Allah subhanahu teala sizlərə bərəkət versin. Həqiqətən axirətə iman rükunlardan bir rükundur. Barakallahu fikum. Yəni axirət gününə iman rükunlardan bir rükundur. Öldükdən sonra dirilməyə iman imanın 6 rükunundan biridir və həqiqətən bu əzəmətli rükunlardan biridir. Yəni çox əzəmətli rükundur. Həqiqətən bir qulun axirətə imanı nə qədər güclü olarsa, o qulun, yəni həmin o axirətə olan imanı onunla Allaha qarşı günahlar arasında bir sədd qoyar. Qulun axirətə olan imanı nə qədər zəif olarsa, o qulun, yəni asiliklərə, Allaha qarşı çıxması da daha asan olar. Yəni bir qul Allaha axirət günü, yəni öldükdən sonra bilir ki diriləcək. Öldükdən sonra bilir ki diriləcək. Dirildikdən sonra nə var? Haqq hesab var. Barakallahu fikum. Dirildikdən sonra, öldükdən sonra və dirildikdən sonra, yəni etdiyi əməllərə görə nə var? Haqq hesab var. Etdiyi əməllərə görə yaxşıdırsa mükafat, pisdirsə onun cəzası var. Allah subhanahu teala bizləri bağışlasın. Və necə ki ayədə gəlir ki, o sağ tərəf sahibi nə deyir? İnni zanantu enni mulaqin hisabiyə. Mən bilirdim ki, bu gündən qarşılaşacağam. Yəni bu gün hesabımla qarşılaşacağam. Yəni nə deməkdir? Yəni mən bilirdim ki, sabah Allahla qarşılaşacağam. Və onun üçün də yaxşı əməllər etdim. Yəni bir qul sabahın fikirləşirsə ki, yəni sabah subhanallah, Allah subhanahu wa ta'ala ilə qarşılaşmaq var. Allah Teala ilə qarşılaşmaq var. Öldükdən sonra dirilmək var. Yəni Allahın qarşısına çıxdığım zaman mən nə cavab verəcəm? Yəni əməllərimə görə nə cavab verəcəm Allah subhanahu ta'ala? Yəni hansı yaxşı əməllərimi, hansını Allah subhanahu bizləri bağışlasın. Yəni günümüzdə yəni ibadətlərdə zəifçiliyi, itaətlərdə zəifçiliyi, asiliklər baş alıb gedir. Allah bizi bağışlasın. Göz olsun, dil olsun, qulaq olsun. Allah subhanahu bizləri bağışlasın. Bizləri müvəffəq etsin. Ona görə qul axirəti fikirləşdikcə, Allah subhanahu ta'ala qarşısına çıxmaq fikirləşdikcə nə edir? Özün düzəldir. Özün düzəldir və Allah subhanahu ta'alaya itaətə, ibadətə yönəlir. Və müəllif rahmehullahın da burada qeyd etdiyi kimi ki, yəni dirildikdən sonra, qul dirildikdən sonra nə var? Haqq hesab var. Qul dirildikdən sonra əməllərinə görə haqq hesab olunacaq. Ya mükafat, ya da ki cəza. Necə Allah subhanahu ta'ala buyurur ki: "Vəlillahi ma fis-semavati və ma fil-ard liyecziyellezine əsə'u bima amilu və yecziyellezine ahsanu bil-husna." Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. Bu Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə cənnətlə mükafatlandırması üçündür. Subhanallah. Yəni axirət günü nədir? Əməllərin qarşılığı var. Fəmən ya'məl misqalə zərratin xayran yarah. Yəni bu ayə, həmin bu ayə Zəlzilə surəsi. Təsəvvür edin subhanallah. Yəni bunu bəlkə də hər namazımızda oxuyuruq. Bəlkə də gündəlik, yəni namazlarda oxuyuruq. Nədir? Yəni qısa surələrdən.
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Ayə diqqət edin, subhanallah. Ayə diqqət edin. Kim miskal zərrəsi qədər xeyir əməl edərsə, nə edəcək? Onun əvəzini görəcək, subhanallah. Və kim də miskal zərrəsi qədər şər, yəni nə deməkdir miskal zərrəsi qədər şər, yəni heç nə boşa getmir, subhanallah. Allah subhanallah bizləri bağışlasın. Yəni miskal zərrəsi qədər şər nə deməkdir? Allahu akbar. Yəni onu belə görəcəksiniz. La ilahe illallah. Yəni ona görə də qul özünü düzəltməlidir. Yəni axirətin fikirləşib bu ikisinin arasında, qorxu və ümid arasında Allah subhanahu taalaya itaətin, ibadətin doğrultmalıdır, düzəltməlidir. Barakallahu fikum. Yəni təsəvvür et, fikirləş ki, subhanallah. Yəni zərrə qədər şər belə nə deyir? Qarşıya çıxacaq orada. Yəni heç nə itib batmır. Elədiyin heç nə itib batmır. Danışdığın söz boşa getmir. Baxış boşa getmir. Nədir? Eşitmək boşa getmir. Yəni subhanallah. Yəni hər bir şey zərrə qədər şər belə qarşıya çıxacaq. Həmçinin ümid edir, yəni zərrə qədər xeyir belə nə deyir? Qarşıya çıxacaq subhanallah. Allah subhanahu taala ədalətlidir. Heç kimə innallaha la yuzlimu misqal zərrə. Allah miskal zərrəsi qədər heç kimə zülm etməz. Nə deyir? Hamısı, yəni etdiklərin hamısı qarşıya çıxacaq. Onun üçün nə etmək lazımdır? Barakallahu fikum. Onun üçün də çoxlu istiğfar və tövbə etmək lazımdır. Yəni günahlarımız baş alıb gedir. Bizdən onsuz da günahlar baş verir. Yəni labüddür. Necə Allah Rasulullah sallallahu aleyhi və səlləm Qüdsəslə nə deyir? Allah subhanahu taala buyurur ki: "Ya ibadi innakum tuxti'un bil-leyli wan-nahar." Ey qullarım, siz gecə və gündüz günahlar edirsiniz. Yəni Allah subhanahu va taala bizim halımızdan xəbər verir ki, siz gecə və gündüz günahlar edirsiniz. Yəni bizdən gecə və gündüz günahlar hasıl olur. Məndən bağışlanma diləyim, mən də sizi bağışlayım. Yəni bizim üzərimizə düşən nədir? Bizim üzərimizə düşən Allahdan çoxlu bağışlanma diləmək, Allaha çoxlu tövbə etmək. Allaha yönəlmək. Yəni hər bir pis əməlimizdə, günah əməlimizdə nə etmək? Allah subhanahu va taala yönəlmək. Allah subhanahu taala bizləri müvəffəq etsin tövbəyə. Həmçinin burada müəllif rahimehullah gətirir, yəni axirəti inkar edənlərə gətirir, barakallahu fikum ki, "Və men kəzzəbə bil-bə'si kəfər və dəlilu qawluhu təala." Kim axirəti inkar edərsə, yəni axirəti inkar etmək küfrdür, barakallahu fikum. Allah qorusun. Yəni axirəti inkar etmək küfrdür və müəllif rahimehullah burada Allah subhanahu va taalanın bu sözünü gətirir. "Zə'amellezine kəfəru əllen yub'asu." Qul bələ və rabbi latub'asunna thumma latunəbbəunna bima amiltum və zəlikə aləllahi yəsir. Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. Ey Peyğəmbər de, xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə dünyada etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu Allah üçün asandır, çox asandır. Və Allah subhanahu wa ta'ala öz rasulların müjdə verən, müjdələyən və qorxudan olaraq göndərmişdir. Allah subhanahu wa ta'ala öz rasulların, peyğəmbərlərin, elçilərin cənnətlə müjdələyən və cəhənnəmlə qorxudan olaraq göndərmişdir. Necə ayədə buyurur, Rusulən mübəşşirinə və munzirin, müjdələyən və qorxudan rasullar olaraq. Və onların da ən birincisi kimdir? Rasulların ən birincisi kimdir? Nuh əleyhissalam. Yəni ən birinci rasul, peyğəmbər yox, ən birinci rasul Nuh əleyhissalamdır. Və ondan sonuncusu isə Muhammed sallallahu aleyhi və səlləmdir. Və o həmçinin peyğəmbərlərin, nəbilərin sonuncusudur. Və buna da dəlil Allah subhanahu wa ta'alanın bu sözdür. İnna awhayna ilayka kama awhayna ila Nuhin ven nebiyyin min ba'dih. Biz sənə və biz Nuh'a və Nuh'dan sonraki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Və Allah Resulü sallallahu aleyhi və səlləm peyğəmbərlərin və rasulların sonuncusudur. Və kim ondan sonra rasulluq iddia edərsə, peyğəmbərlik iddia edərsə, o yalancıdır, kəzzəbdir və kafirdir, yəni küfürdür, Allah qorusun. Yəni, kim bunu iddia edərsə, artıq o kafir olmuş olar, Allah subhanahu ta'ala qorusun. Və onu təsdiqləyən də artıq nədir? Küfr etmiş olar, kafir olmuş olar, Allah subhanahu ta'ala qorusun.
Və həmçinin Allah Subhanahu taala Allahdan başqa ibadət olunanlara nə etməyi, Allahdan başqa ibadət olunanlara buğz etməyi, küfr etməyi əmr etmişdir. Yəni bu müəllif rahmanullah buyurur: "Vaftaradallahu ala cemi'il ibadil kufra bit-tağut vel-iman billah." Yəni Allah Subhanahu taala bütün qullara tağuta küfr edib Allaha iman etməyi əmr etmişdir. Və İbn Qayyim rahmanullah: "At-tağut ma tecavaza bihi al-abdu haddahu min ma'budin aw matbu'in aw muta'." İbn Qayyim rahmanullah buyurur ki, tağut nədir? Tağut yəni qulun bir şeydə həddini keçməsi. İstər o yəni məbud olsun, istər mətbu, istər muta. Yəni istər yəni Allahdan qeyri ibadət etdiklərində istər tabi olunan bir kəs olsun, istər və da itaat olunan bir kəs olsun. Və Allah Subhanahu taala hər bir qövmə rasullar göndərmişdir. Necə ki müəllif rahmanullah buyurur: "Və kullu ummetin ba'asallahu ileyha rasula min Nuhin ila Muhammedin sallallahu aleyhi və səlləm ya'muruhum bi ibadetillahi vahdah və yenhahum an ibadetit tağut." Allah Subhanahu taala bütün qövmə rasullar göndərmişdir. Nuh aleyhissalamdan Muhammed sallallahu aleyhi və səlləmə qədər. Onlara yəni yalnız Allaha ibadət etməyə əmr edir və Allahdan başqasını ibadət etməyi isə onlara qadağan edirdi. Allah Subhanahu taala buyurur ki: "Və laqad ba'athna fi kulli ummetin rasulan an ya'budullaha və ictenibut-tağut." Biz hər bir ümmətə Allaha ibadət edin və tağutdan, Allahdan başqa ibadət olunanlardan uzaq durun deyə rasullar göndərdi. Və biz keçən dərsdə keçmişdik ki, bu nədir? Bu la ilahə illallahın nə idi? Təfsirdir. Barakallahu fikum. La ilahə illallahın təfsiri, yəni əni ibudullah, Allaha ibadət edin. Bu isbat. Və ictenibut-tağut. Allah, yəni tağutdan, yəni Allahdan başqa ibadət olunanlardan çəkinin. Bu da nədir? İnkar. La ilahə illallah. Yəni dedik ki, iki rüşnü var da. Yəni birinci inkar, Allah Subhanahu taala'dan başqa bütün ibadət olunanlar inkar olunur və ikincisi ibadət yalnız Allah Subhanahu və Taala'ya xas olunur. Bu ayə də həmin nədir? La ilahə illallahın təfsiridir. Barakallahu fikum. Və müəllif rahmanullah gətirir ki: "Vat-tavagitu kəsirun və ru'usuhum xamsə. İblis la'anahullah və men ubida və huve radin və men da'an nas ila ibadati nefsihi və men idda'a şey'an min ilmil gayb və men hakama bighayri ma anzalallah." Və dəlil qawluhu ta'ala: "La ikraha fid-din qad tabayyana ar-rushd min al-ghayy faman yakfur bit-taghut və yu'min billahi faqad istamsaka bil-urwatil wuthqa." Və hada ma'na la ilaha illallah. وفي الحديث رأس الأمر الإسلام وعموده الصلاة وذروة سنامه الجهاد في سبيل الله. Və müəllif rahmanullah burada buyurur ki, yəni tağutlar çoxdur. Tağut nədir? Yəni İbn Qayyim rahmanullahın burada buyurduğu kimi qulun bir şeydə həddin aşması. Və onların başı isə deyir 5-dir. Onların başı isə 5-dir. Birincisi iblis, Allah ona lənət etsin. Müəllif rahmanullah buyurur: "İblis lənəhullah." İblis, Allah ona lənət etsin. O da yəni bütün günahların, asiliklərin səbəbi. Yəni qulun azmasının, yəni qulun yoldan çıxarması və qulun asiliklərə düşməsinin əsası səbəbi nədir? Həmin bu iblisdir ki, o nədir? Bütün o yəni onların, bütün tağutların başıdır. Və ikincisi isə mən ubida və huve radin. O kəs ki, ona ibadət olunur və o da bundan razıdır. O kəs ki, ona ibadət olunur, o da bundan razıdır. Yəni hətta özü ibadətə çağırmasa belə, yəni insanlar onu ibadət eləyir, özü çağırmır. Lakin insanlar onu ibadət eləyir və o da bundan razıdır. O da bundan razıdır. O nədir? Yəni o da artıq tağut sayılır. Allah Subhanahu taala qorusun. Yəni ümumən dedik ki, tağutlar yəni həddi aşmaq çoxdur. Sadəcə müəllif rahmanullah burada 5 dənəsini gətirir. Barakallahu fikum. Və sonra müəllif rahmanullah buyurur ki: "Və men da'an nas ilə ibadət nəfsihi." Kim
insanları özünə ibadətə çağırarsa, yəni üçüncüsü insanları özünə ibadətə çağıran kəs, hətta ona ibadət olunmasa belə. Birincisi, ona ibadət olunur. O çağırmasa belə bunlar razıdır. İkincisi isə özünə ibadətə çağırır. İnsanlar onu ibadət etməsə belə nə deyir? O da Allah qorusun artıq həmin o hökmə girmiş olur. Və üçüncüsü isə, o dördüncüsü isə nə deyir? Yəni qeybi elmdən bir şey iddia edən kəs. Yəni qeybdən bir şey bildiyini iddia edən kəs ki, hansı təəssüflər olsun ki, günümüzdə nə deyir? Bunlar çoxdular. Yəni falsılar, nə bilim, digər hansı qeybi iddia eləyən kəslər, insanlar və həmçinin Allah qorusun o bürclər ki var, nədir? Görsən qəzetlərdə, jurnallarda, hətta görsən televizorda, yəni nədir? O televizorda da olur. Və yaxud da görsən hər hansı bir, yəni sosial şəbəkələrdə də olur. O nədir? Bürclər. Bürcləri insanlara bürcə bölmək və həmin bürclərin filan olacaq, nədir? Xəbərlərini vermək. Bunlar da nədir? Həmin o qeybidən iddianın üstünə girir ki, Allah subhanahu ta'ala qorusun. Allah subhanahu ta'ala qorusun. Və sonuncusunu gətirir müəllif rəhməhullah, Allahın hökmü ilə hökm verməyənlər. Allahın hökmü ilə hökm verməyənlər. Və həqiqətən də Allah subhanahu ta'ala'nın şəriəti kamildir. Allah subhanahu ta'ala şəriəti, dini kamildir. Hər bir şey əhatə eləmişdir. Bütün həyatımızı əhatə eləmişdir. Və Allah subhanahu ta'ala'nın dinindən, şəriətindən daha üstün bir din, bir şəriət yoxdur. Barakallahu fikum. Yəni Allah subhanahu ta'ala'nın dini, şəriəti hər bir şey əhatə eləmişdir və hər bir şeydən də nədir? Üstündür. Bütün Allah subhanahu ta'ala'nın qoyduğu qadağalar da, qoyduğu qanunlar da ən üstün qayda, qanunlardır. Barakallahu fikum. Burada da elə bir şey, yəni burada təfsilat var, barakallahu fikum. Yəni insan var, görürsən Allahın hökmü ilə hökm vermir və deyir ki, nədir? Məsələn, bu hökmlər geridə qalıb. Yəni indiki qanunlar nədir? Onlar daha yaxşıdır. Allahın hökmündən, Allahın şəriətindən daha yaxşıdır. Bu nədir? Bu həmin o hökmə girmiş olur, Allah qorusun. Və ikincisi isə deyir Allahın hökmü də yaxşıdır, bu qanunlar da yaxşıdır, onları eyni səviyyədə tutur. Hansı ki, yəni bunlar ümumən təfsilatlıdır, barakallahu fikum. Biz burada qısaca olaraq qeyd edirik, Allah sizə bərəkət versin. Bunların təfsilatlı şəkildə şərhləri də var və inşallah Allah müvəffəq etsə, qabaqda da götürərik. Yəni Allahın şəriəti ilə digər qoyulmuş qanunları nə edir? Yanaşı tutur. Bu da nədir? Bu da həmin tağutun hökmünə girir. Və üçüncü qismi isə yəni hər hansı bir şeyə görə, nəfsinə görə və hər hansı bir şeyə görəsə nədir? Yəni Allahın hökmünün üstün olduğunu etiqad edir. Allahın hökmünün üstün olduğunu bilir. Lakin nə edir? Yəni hər hansı bir nəfsinə görə və yaxud da hər hansı bir şeylərə görəsə nə etmir? Yəni Allahın hökmü ilə hökm vermir. Və başqa Allahın hökmü ilə başqa hökmlərlə hökm verir. Və bu da nədir? Bu yəni tağutun hökmünə girmir və bu isə yəni böyük günah işlətmiş olur, böyük günah sahibi olmuş olur ki, Allah subhanahu ta'ala da bizləri qorusun. Buna da nədir? Allah subhanahu ta'ala bu ayəsi وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Birinci, فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ və فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. Bu nədir? Bu ayələr hamısı bunu izah edir. Həmçinin İbn Abbas radiyallahu anhümanın təfsirdə, barakallahu fikum. Sonra müəllif rahmehullah orada ayəni gətirir ki, yəni dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir. Hər kim, yəni doğru yol azğınlıq yolundan ayrılmışdır, bəyan olmuşdur. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah hər şeyi eşidəndir, Allah hər şeyi biləndir. Sonra bu hədisi gətirir ki, yəni Rəsul əmri İslam, yəni işin başı İslamdır. Və onun sütunu namazdır. Və onun ən uca mərtəbəsi isə, ən üstünü isə Allah yolunda cihad etməkdir. Və barakallahu fikum, cihad da birinci insanın öz nəfsi ilə cihad etməsi, sonra şeytanı ilə cihad etməsi, sonra kafirlərlə, münafiqlərlə cihad etməsi və sonra bidət əhli ilə və yəni
onlarla nə etməsi, cihad etməsi, yəni mübarizə aparması, barakallahu fikum. Birinci öz nəfsi ilə cihad etməsi, yəni elmlə və əməllə olur. Barakallahu fikum. Allahın yoluna səbrlə dəvət etməklə olur. Yəni qul özü öyrənməlidir və əməl etməlidir. Bu öz nəfsini cihad etmiş sayılır. Və həmçinin şeytanla cihad etmək nədir? Şübhələri, şirki və bidəti və həmçinin şəhvətləri, böyük günahları və kiçik günahları tərk etməklə və həmçinin kafirlərlə, münafiqlərlə cihad nədir? Bu həmçinin qəlblə olur, dillə olur, malla olur və nəfslə də olur ki, bu da nədir? Bunların hamısının şərtləri var. Bu qism cihaddır. Yəni kafirlərlə olan cihadın şərtləri var. Hansı formada necə? Bunlar hamısı ayrıca dərslərdir. Barakallahu fikum. Allah subhanahu müvəffəq etsin. İnşallah onları da götürərik. Və bidət əhli ilə və bunlara qarşı cihad etmək, yəni mübarizə aparmaq bu da nədir? Yəni qəlblə, dillə, qəlblə və həmçinin nədir? Onlara qarşı, yəni elm öyrənib, onlara qarşı mübarizə aparmaqla, onların batillərin bəyan etməklə, aradan qaldırmaqla olur ki, Allah subhanahu bizləri bağışlasın və bizləri müvəffəq etsin. Müəllif rahmanallah buyurur ki, Hədə vallahu a'ləm və sallallahu alə Muhammedin və alə alihi və sahbihi və səlləm. Və Allah daha doğrusunu bilir. Allah subhanahu bizləri də, şeyxi də bağışlasın və bizlərdən qəbul etsin. Subhanəkallahumma bihamdika əşhədu an la ilaha illa ente estağfiruka və etûbu ileyk.